biz hər ikimiz talasemiya daşıyıcısıyıq. Bizim yəqin ki, bundan sonra bütün uşaqlarımız xəstə olacaq. Xeyr, elə bir şey yoxdur. Talasemiya 2 daşıyıcı olan ailələr, bunu mən talasemiya üzərindən deyirəm. Bütün daşıyıcılığı olan, yəni heterozigot dediyimiz ailələr hər hansı bir genə görə, bu HBB geni də ola bilər, digər fərqli genlər də ola bilər, ailədə sağlam uşağın doğulma ehtimalı var. 25% biz onu variasiyaya görə bölürük. 25% tamamilə sağlam olma ehtimalı var. 50% özləri kimi daşıyıcı ola bilər. 25% də isə xəstə problemli uşaqlar dünyaya gələ bilər. Yəni onların da, daşıyıcıların da sağlam övladları ola bilər. Ancaq biz genetiklər və həkimlər ailəni həm maddi, həm mənəvi problemlərdən azad etmək üçün planlaşdırılmış hamiləliyi məsləhət görürük belə daşıyıcı ailələrdə.